Salam uşaqlar, bugünkü dərsimiz olacaq ədədi ortam. Deməli, ədədi ortamı tapanda uşaqlar verilən bütün ədədləri toplayırıq, yəni cəmini tapıb, onların sayına bölürük. Məsələn, mən ədədlər verib 3, 7, 2 və 5. Bu ədədlərin ədəd ortasını istəyirsə, mən bu ədədləri toplayıram. Uşaqlar, birinci onların cəmini tapıram, sonra həmin cəmi onların sayına bölürüm. 10, 7 eləyir 17. 17 ilə 4-ə bölsək eləyər 4 tam 4-də 1. Və ədədi orta uşaqlar həmişə natural ədəd olmaq zorunda deyil. Onluq kəsirdə ola bilər, qarışıq ədəd, kəsir şəklində də yazmaq mümkündür. Bir də ədədi ortadan əlavə uşaqlar, biz cəm ədədi orta verirlər. Biz ədədlərin cəmini tapanda ədədi ortanı ədədlərin sayına vururuq. Ədədi orta vur ədədlərin sayı. Bu demək nə deməkdir uşaqlar? Bu bizə nə zaman lazım olur? Məsələn, deyir ki, 2 ədədin ədədi ortası %20'dir. Ədədlərdən biri ədədlərdən biri 5 olarsa, digər ədədi tap. Uşaqlar, neçə ədədim var? 2. 2 ədədim var. Bu 2 ədədin ədədi ortası 20'dir. Deməli, bu 2 ədədi topluyorum. Bölüb 2'yə ki, cavabı neçə alıb? 20. Ədədlərin biri 5'dirsə, məndən digər ədədimi istəyir. Düzdür, bilmirəm. Mən burada digər ədəd tapmalıyım. Birinci, bu 2 ədədin cəmini tapmalıyım. Cəmini tapmaq üçün 20'ni neçəyə vurmalıyım? 2'yə. 40, onda x-i də tapsam. 40'dan da 5'ini çıxsam, eləyər. 35. Yəni, ədədi orta verildi. 2 ədəddir, düzdür. Mən onların cəmini tapmaq istəyirəmsə, tez ədədi ortanın həmin ədədlərin sayına vururam. Yəni, belə yazmasam da uşaqlar, birbaşa bu 2 ədədin cəmini tapmaq istəyirəmsə, ədədi ortanın onların sayına vururam. Bu ən çox da uşaqlar, model məsələlərdə də ədədi orta istifadə olunur. Məsələn, 3 ardıcıl cüt ədədin ədədi ortasını verir. 3 ardıcıl cüt ədədin. Ədədi ortası deyil 22'dir. Onda cəmi neçədir? Tez 22'ni vururam 3'ə. Eləyir 66. Yəni, ədədi orta verildi. Tez ədədlərin sayını vurub cəmini tapıram. Buradan təni işləsəm 3x plus 6 bərabər 66. Tərsəmə bölü 3. Cavab 20. Ədədlərim 20, 22 və 24. Ədədlərin sayını istəsiniz uşaqlar. Cəmini ədədi ortasına bölür. Sonra uşaqlar var moda. Nədir moda? Moda uşaqlar digər adı təkrarlanan ədəddir. Məsələn, bizə bir müəyyən məlumat verilibdir. Məlumatda rəqəmlər belədir. 5, 7, 4, 2, 5 və 9. Məncə bu məlumatda moda neçədir? Baxıram, hansı ədəd təkrarlanır uşaqlar? 5. Deməli, moda neçədir? 5. Əgər belə olsaydı uşaqlar, 5, 7, 4, 7, 5 və 9. Burada moda neçədir? Həm 5, həm də 7. Keçək mediana. Uşaqlar, median nədir? Median statistik orta ədəd deməkdir. Bəzən statistik orta ədəd verilir uşaqlar testdə, bəzən də median, yəni hər ikisi eyni şeydir. İndi gəlin bu medianı necə tapırıq? Uşaqlar, medianı tapanda yenə bizə müəyyən bir məlumatlar verir. 2, 9, 8, 4, 5 və 7. Mən deyir medianı tap. Uşaqlar, medianı tapanda biz ən birinci ədədləri
böyükdən kiçiyə və ya kiçikdən böyüyə doğru sıralamalıyıq mütləq. 2, 4, 5, 7, 8 və 9. Kiçikdən böyüyə birinci işimiz sıralamadır. Sıraladım. İndi uşaqlar, nədir median? Orta ədəd. Baxıram ki, ortada neçə durub, hansı ədəd durub? Bu 3 ilə 3 orta yoxdur. Amma 2-2 qruplaşdırsam, ortada neçə ədədim var? 2 ədədim. 5 ilə 7 durub ortada. Axı, median bir ədəd olmalıdır. Əgər ortada 2 ədəd qalıbsa, mən bunun medianını tapmaq istəyirəmsə, verilən 2 ədədi toplayıb bölərəm 2-yə. 12-ni də 2-yə bölsəm, cavabım 6. Əgər belə olsaydı uşaqlar, 2, 4, 5, 7 və 8. Onda burada median neçə olar? 2-2 qruplaşdırıram. Ortada nə qaldı uşaqlar? 5. Medianın neçədir? 5. Deməli, statistik orta ədədi tapanda uşaqlar, bizim bir şərtimiz var ki, mütləq sıralamada ədədləri kiçikdən böyüyə doğru düzməliyəm. Məsələn, mənə belə bir ardıcıllıq versə uşaqlar, 4, 9, 5, 2, 7, 6 və 3. Mən baxıram ki, uşaqlar, burada orta ədəddən neçə durub? 2. Mən deyə bilmərəm medianım 2-dir. Səbəb, mən bu ədədləri ilk öncə kiçikdən böyüyə doğru düzməliyəm. Düzdükdən sonra deyirəm ki, mənim medianım neçədir? 5. Yəni, bu şərti unutmuşsunuz uşaqlar. Sonuncu da uşaqlar ən böyük fərqdir. Ən böyük fərqi necə tapıram? Ən böyük fərqi tapanda ən böyük ədəddən ən kiçik ədədi çıxıram. Belə deyək də, ən böyük çıx ən kiçik. Məsələn, yenə müəyyən bir məlumat verilib. 4, 7, 3, 2, 5 və 10. Mən deyirəm, böyük fərq neçədir? Yəni, bunda ədədləri ardıcıllıq düzməyə edə bilərik. Ən böyük ədədim 10, ən kiçik ədədim 2. Fərqim neçədir? Fərqim 8. İndi, uşaqlar, bir də bu ən böyük fərq, median, ədədi orta, bunların hamısını bir yerdə tapşırıqda həll eləmək var. Məsələn, mənə belə bir məsələ verir ki, deyir, 3 ədəddə həm median, həm ədədi orta 20-dir. Deməli, 3 dənə ədədim var. Median 20-dirsə, deməli, ortadakı ədəd 20-dir. Ədədi orta 20-dirsə, deməli, bu 3 dənə ədədi toplayıb, bölüb 3-ə, eləyib 20. Düzdür. Onda bu 3 ədədin cəmi bizə neçə verər ki, uşaqlar? 60 eləyər də, tez 20-ni 3-ə bölür. Medianım da 20. Deyir, ən kiçik ədəd 5-dir. Ən kiçik ədədə yazdım 5. Niyə bura 5 yazdım? Axı, biz nə deyirik? Median tapanda ədədlər kiçikdən böyüyə doğru düzürük. Ən böyük ədədimi necə topuram uşaqlar? 20 ilə 5 toplayaram. 25. 60-dan 25-ini çıxaram. 35. Bəzən uşaqlar ən böyük fərqi verir. Medianı verir. Məsələn, mənə eyni şərti versin. Mənə desin ki, ən böyük fərqim 10-dur. Nə deməkdir bu? Uşaqlar, ən böyük fərq 10-dur. Deməli, ədədin biri digərindən 10 vahid çoxdur da. Düzdür. Məsələn, ən böyük fərqim 10-dur deyəndə, böyük 40, kiçik 5 olsa, fərq neçədir? 35. 40-dan 35-in çıxanda 35 edir və ya 45-dən 35 vahid nədir? Çoxdur. Ona görə ən böyük fərqi veriləndə biz yəni x-lərlə işləyə bilərik. Birinə x, birinə x plus 10 yazırıq. Davam edəsək. 2x plus 30 bərabərdir 60. 60-dan çıxsam 30-un 30, 2-yə bölsəm 15. Ədədlərim 15 və 25.